iyi misiniz? İyi misiniz arkadaşlar? Meryem ne oldu? Boynum bükük kaldı. Yok. Arkadaşlar ben Sen dayan. Kamera, sen maşını döndürürsen kamerada senden bir yerde dönür. Sen olur. Nerede onu? Kambo. Gumball. Gumball. Kambal. Evet arkadaşlar. Şehriyar birazdan aramızdan ayrılacak, fikir verirse. Arkadaşlar size bir tane haberim var. Bizi Kaçmaz'dan izleyen var mı yok mu? Kaçmaz'ın etrafı nerede o bu Kaçmaz'dan sonra şeydi nerede o? Kaçmaz etrafı rayonlar. Sezen, Kaçmaz, Quba, Qusar. Opşum ayın biri Uşaqlar günündə. Uşaqlar günündə Kaçmazdayım. Brand House'un açılışı olacak. Bizim geyim mağazalarımız olan şəbəkəsinin Brand House'un orada mağazası var ama yeni açılış olacak. Yeni mağaza açılışı olacak. 1 iyunda Kaçmaz'da olacaq. Kimler bizden görüşmek istəyirsə, şekil çektirmek istəyirsə, zaman keçirtmek istəyirsə, Brand House'un yeni mağazasına baxmaq istəyirsə, Kaçmaz'da Brand House'un açılışında sizləri gözləyəcəyik. Və ondan da əlavə saatı dəqiq bilmirəm, amma 11-12 arası olacaq böyük ehtimal. Yenə də mən sizə post bölməsində, YouTube'un o yazı yazılan bölməsində dəqiq saatı və adresi də qeyd eləyəcəm. 2 gün qabaqcadan deyirəm ha. Bazar gününə düşür, elə elədik ki, məktəb gününə düşməsin, gələ bilərsiniz, siz mələklərimizi görə bilək. Şəhriyar hə, uşaqlar bayramına düşdü, bəli, yadda qalan olacaq. Deməli, Şehriyar Bey, Evet. son videolarda, son zamanlarda bizimle gözükmüyor. Ben büyümüşüm arkadaşlar, çok büyük şahsiyet olmuşum. Kendimi bulamıyorum, tapamıyorum. Haberiniz var mı? Ben çok değiştim. Da evvelki gibi saçımı da kaldırmıyorum da Natasha tipliyim arkadaşlar. Natasha mı? Evet, çok güzelimdir. Maşallahım olsun. İlahi aman tamam. Başladı yine. Sen beni özene, düzene, bir tane bakkaşla yüzümü gözümü koyacaksın. Peki arkadaşlar. Ya Rabbim bugün... sen benden razı ol. Bir de sen beni bad nazardan, pis gözlerden, pis nefislerden ilahi koru inşallah. Amin. İlahi amin. Amin diyen diller lal olmasın. Demeyen diller lal olsun. Deməli, bugün saçım qəşəng yığılmadı. arkadaşlar bugün videomuzun mövzusunu deyin. Aha deyəm, maşın döndü, qımbaldı ondan bir de gicəldi. Arkadaşlar bugün en sevdiğim ideyalardan birini çekirik. Bugün uşaqlarla yer değiştirdim. Şap. Keçirəm, problem yoxdur, otura bilərəm dalda. Deməli bugün Benim gülüşüme pensiya düşürək. sən özünə də pensiya düşür. Ayıp olsun. Sen mənə keç arxaya deyəndə. Sevmedi. Sen mənə keç Bana arxaya. mı pensiya düşüyor değil mi? Əsad mənə vurur. Emekli mi oldun benim? Deməli, bir dənə mən dinləyin, xahiş edirəm. Dinliyoruz. Sən mənə keç arxaya zarafat elədin, mən də sənə pensiya düşür zarafat elədim. Oh, canıma dəysin. Deməli, anam kim olsun? Mən. Sən böyük bacımsan əsnat. Mən sənə atanam. Böyük bacımsan, böyümüsən, öz işin, öz gücün var. Anam, səni anam eləməkdən qorxuram, burnumdan gətirərsən. Mən də sənə atanam. Atım mən sənə burnu. Yaxşı, sən anamsan, Məryəm atamdır. Əsnad da öz ailəsi, uşağı, çoluğu, çocuğu olan böyük bacımdır. Yəni mən uşağam, bir dənə burada sənin aidiyyəti yoxdur. Bugün uşaqlarla yer dəyişdiririk. İlk istəyim, ana bunu saxla. Ana hani, ana bunu tut. Götür, mənim yanımda Nə qalmasın. tez başladı bu belə? İndi xahiş edirəm məni aparın. Dünən İqra oyunda udmuşam YouTube videosunda, güvənmiyorum videosunda. Aparın mən ödülümü. Əsad udub. Mən udmuşam. Mən də udum. Mən bir dənə udmuşam. Axırda finala qaldıq, mən udum. Abi spreyi finalda Əsad uddu. Udmadım. Spreyi mən güvənmirəm dedim. Mən udmuşam. Saqqız qabında sən dedin Bir dənə saqqız qabı ilə Əsad uda bilməz axı. aşkım biraz sen Bir dəqiqə. Saqqız qabını Əsad buldu. Aha. Topu mən buldum. Günəş spreyini mən buldum. Sonra nə gətirmişdiniz ora?
Dırnaq qabını əsas. Əsad buldu. Bir dənə nə qalıb? Bir dənə də bir şey gətirmişdir. Yo, 4 dənə değildi, 5 dənə idi. Aa, bu necə anadı mənim tərəfimə saxlam. Oyuncaq deyə şey gətirmişdi, safetdə qabı. Hə, onu mən utdum. Brilok dedim, düz çıxdı. Mən tutdum. Yox, mən udmuşam. Ay ana, bir şey deyirəm. Ay ata, bir şey deyirəm buna. Kim Sən oldu? qazandın. Mən də utdum ofisdə. Sən udmalısan. Sən öz ay. Yox, sən öz ailə uşağın var. Gedərsən özün üçün alarsan. Ata, mən aparsam Brent House-a. Ata bana bananalaşa. Ata bana bananalaşa. Əlbəttə. Ata, ay ata. Ata, ay Evet, ata. evet. Ata, Evet, evde kalmış kızım. Evet. ay ata. Can, kim Mənəm ata. Mənim bir ofisdə olsun, qışından dursun. Ofisdə olsun. Bunun seti qaçıb. Meryem, Mənə aparsan Brent House-a, dədöndən Nə pul alırsan, mənim ödülümü alırsan. Eşitdiniz məni? Özdə uşaq reyonundan geyinəcəm bugün. Bugün uşaq reyonundan geyinəcəm. Getdik. Arkadaşlar, Brent House-a yeni oyuncaqlar gəlib. Tam mənim yer dəyişmə günümə düşdü. Çox şanslıyam, çox. Anneciğim, Atası bankrot oldu, o şanslıdır. anneciğim, babacığım. Başlıyor muyuz? Mənim bəxtimdən də elə bil bugün görün nə qədər oyuncaqlar gətiriblər. Tam mənim yer dəyişmə günümdə. Buna baxın, nə boyda stend rəngbərəng oyuncaqlar. Ana, ay ana. Ana bundan istəyirəm ana. O videolarda görür. O videolarda görürük. Arasına nə bilim maşın qoyurlar, pomada qoyurlar, ruj qoyurlar. Bundan istəyirəm. Hansı rəngini istəyirəm? İkisini də gətirsin. İkisini də götürsən mən üçün. Nə yaxşı ana oldun sən. Götür, getdik paltarlara. Deməli, buradakı xanımlar deyir ki, sizə dəhşətli dərəcədə çox məktublar, hədiyyələr var. Hazır mısınız? Hazırız. Buradan da hədiyyə alıblar bizə. Arkadaşlar, hədiyyələrimiz gəlmiş. Arkadaşlar, nə kadar məktublara bax. Mütləq, gəlin bura, gəlin. Bunları yığaq ora. Bir-bir açacağım. 5 dəqiqədən bir dənə məktub açacağım. Ki, qoy hamı axıra qədər baxsın. Hazırsınız? Birinci kumansına sınavım maraqlı gəldi. Məryəm deyir, birinci bunu aç, nəsə mənə maraqlı gəldi. Tamam. Görün nə qədərdir. Şuraya bakın arkadaşlar. Nə qədər məktublarımız var, mələklərimiz bizə. Məktub gətir. Ürək sözlərini yazırlar. Bundan başlayıram. Bu çox yekədir, merak etdim gerçekten. Baxın. Xahiş eləyirəm. Məktub və hədiyyə qoyanda mən də nəzər alın. Flamaster qoyursunuz, bunlar mənim əlimdən alırlar. Ən sonunda məyəcəndən stop. Hər gün məktub düzəldir o Dostlar, yaxşı verib siz hər gün məktub düzəldir. Abo! Vay dədə. Flamaster. Yenə görsəm. Flamaster 1. İçində nəsə yazılır bu xoşuna. Kromiyə aid nə? Rüqəyyadan sizi çox sevirəm. Çox sağ ol Rüqəyya. Rüqəyyadan gəlir. Belə bir kromili kart çıxdı. Allah, Əsad istədi bunu. Turam. Bir dənə belə melodi sənsən, melodili kart. Şap. Bir dənə belə kromili kart. Rabiyə qalıb axı aşkım. Bəs Rabiş? Bir ədəd belə həm melodili, həm siçanlı kart. Mən belə deyəm. Bəs mən? Baxın bu nədir? Çox merak etdim şu an. Nə gözəl. Bunu kim düşünüb? Çok yaşaydı. Evet arkadaşlar, kartların tatlılığına bakın. Çok yaşaydı. Rabiyə şişirlidir. Həqiqi Rabiye'ye VIP kromili kart düşdü. Mənə beləsin. Şap. Saç feni koyublar. Bizdə də var bunlar. Bunda nə yazır? Evet arkadaşlar, bir de bizim için böyle bir matruşka koyublar. Tut bunu. Bu mənim büyük olan. Bu Rabiye'dir. Bu Məryəmdir. Əsnat hanı? Əsnat sen yoksa.
Rabiyə Məryəm Əsnat olsun onda. Mən özümü çıxardıram onda. Salam. Video çəkəcəksiniz. Elə videodayıq hal-hazırda. Mən sizə evdə 3 dənə də mən telefon var. Üçü ilə də sizin kanalınıza abunə olun. Sənə halaldır. Çox sağ ol. Adın nə idi? Nihat Əzizadə. Sən o balaca hara gizləndi? Onun adı nədir? Necə? Nicat. Nihat Nicat nə gözəl qafiyəli adımız var. Salamlayırsan izləyicilərimizi. Görüşərik. Özünə yaxşı bax. Hələlik. Evet arkadaşlar, hediyelerimizi açtık. Rüqayyadan Rabişə. Rüqayyadan Rabişə. Yazıq bilirdim mən podruqam budur. Arkadaşlar, Rabişə və mənə qoymaq istədiyimiz hədiyələrin üstündə adımızı yazın. Çünki bu iki görməmiş əlimizdən alırlar hər şeyi. Adımı yazmasın nə fərq. Adımı yazdı yenə aldılar əlindən. Əsnad alıb uşağın əlinə. Nəysə, biraz ara verirəm. Növbəti məktub açacağım. İndi xahiş edirəm mənim paltarlarımı alın. Ana, ata, tez olun. Tamam. Evet arkadaşlar, məktublarımızın bir qismini oxuduq. İndi gedirik. Birazdan oxuyacağıq. Evet, gedirik indi mənə paltar seçməyə. Ana, udmuşam da düzdür. Gəl mənə paltar almalısan sən. Pulunu da özün ödəməlisən ya da ataya ödətdirməlisən. Atanın cibində heç bir dənə kuruşu da yoxdur. Ana, bundan istəyirəm. Bax, neçə vaxtı gəlib baxıram, rəngi çox xoşuma gəlir. Uşağın səsi də dəyişir. Amin, amin, amin. Ana, bundan xoşuma O, gəlir. bir dənə. Yox da, siz seçərsiniz. Hə. Ana, hansı? Bu inci səndə şimdi. Məncə bu. Bir dənə də orada çöynək görmüşəm. Gəl. Gəl ana. Kumal üstüdür. Gör nə geçəndir. Bu. Bax belə çönəyin heç yoxdur. Gəl bundan Görsən al. ata deyir bundan yoxdur. Atan nə başı çıxır? Niyə atam? Ana heç başı çıxmır. Ana. Tax başına özündən böyüsün. Ana, nə qəşəngdir bu. Qızım bu qəşəngdir. O altdakı qəşəngdir, mor. Yaşadı ana. Hansını götürüm sizcə? Rəylərdə yazın. Məncə mən bunu bəyənirəm. Mən sevənlər mor. Mən sevənlərsə boş. sevənlər mor. Ana başqa şey. Of, deyir, ata başqa şey. ikisi bunu seçdi, bunu götürməsi. Onda baxaq görək bu mən. Bunun arxasını görməmisiniz Olsun, ha. mən qərarlarım O. keçmir burada. Niyə? Ana ataya trip attı arkadaşlar. Dayan. Keçməz də çünki Bu axırıncı mən ən böyük- sizləri seçdim. Tamam, bunu yoxlayacağam. Ana tut mənim üçün bunu. Getdik o tərəfə, gedib baxaq görək başqa nələr var. Bu arada arkadaşlar çocuklar bir saniye ara verim. Deməli bayaq dedik iyunun 1-i Xaçmazda Brent House-un açılışı olacaq və biz də orada olacağıq. Açılış üçün də uşaqlara bir iki şey baxmalıyıq. Nə qədər də uşaqlardan yerdə yenə mən ana olmaq məcburiyyətindəyəm. Bax o püştəyin şalvarına gəl. Səbir nə deyirsən? Nə qəşəngdir. Bundan mən razıyam. Bakınız. Heç boyum uzundur da. Of, sən mənim boyumda olsaydın. Canlı yayın açırsınız. Bəli. Yo. Böyüyü var, böyüyü. Doğrudan. Deyəsən tapdıq. Bu 170'ti. Boyum 1.70'di. Görün neyinirsiniz? Renginin bir de bu rengi var. Arkadaşlar tapdıq deyəsən baxın. Of, istəyirsən olacaq. Deyəsən. İnşallah olar ata. Ata olsaydı mən atamın. Hə. Yox, qısa qalır. Qısa qalacaq, hə. 1.70'əm mən. Yox. Olası iş deyil mənə. Arkadaşlar atama Bir anlık sevinmiş. Ata, ay ata. Kimmiş o doğulandı 1.70'den doğru. Mən apar da böyükür ad delinə nə olar? Uşaqsan qızım. Neyim ay ata, heç nə olmur əynimə. Gedək, yaxşı. Sən mən yaltaqlamayıb. Sən qərar verməyəcəksən. Ana. Mənim qızımda mən bilərəm. Sən oğlum olar onda qərar verərsən. İnşallah. Ay ana. Yaltaqlanıb. Oğlumu gəlir bu doxsundu. Gəl qulaq aşında mənə. Yaxşı, Bəlkə tamam. qarnım ağrıyır, ürəyim bulanır, qusmağım gəl özüm pislərim, ürəyim gedir. Yaxşı. Hə, şeydir. Bu mən yaltaqlanır ki, sizə paltar aldırsın. Qətiyyən inanmayasınız. Evdə məni döyürdü bəyək. Vay. Ayıb olsun. Döyür məni. Ana məni vurdu ana. Ana. Tərbiyəsizdən şıxır. Böyük bacı. Oxuş bu çönəyi qoyun burada. Ay ana, ay ata. Ay ata. Ay anam, düşürəm.
Bu böyük bacı terroruna məruz qalıram mən. Mən Eve gidiyorum payım verelim. Örtüşdürür bir şey deyin də buna. Ay ata. İsti kaşığı vurdum ben. Uşaqları alarım. Ay ana, ay ata. Deyin buna məndən uzaq dursun. Məndən uzaq dursun. Uzak dur. Benim kızımdan uzak dur. Ya bırak da El çekin benim kızımdan. Keçirdin də buna. Arkada hoş adam var. Aa, gəlin. Eləmə qızım. Salam, necəsiz? Arkadaşlar, güya mən bugün uşaq olacaqdım da, düzdür, yer dəyişmə eləyəcəkdik. Nə uşaq oldum, nə başqa bir şey. Pinterestdən qalxdıq, mənim üçün kombin düzəltdik, evdə göstərəcəm sizə. Elə belə Əsnadla Məryəm üçün paltar dəydi gözümə. Dedim, gedin geyinin, ataları da bəyəndi, əyinlərində qəşəng durdu. Təsadüfən elə çıxırdıq, mənim paltarlarımı kassaya verək, ödülümü alım gedək. Təsadüfən gözümə dəydi ki, nə qəşəngdir, açılışda geyinilə bilər. Rabiye'yi tapa bilmirdik. Bayaqdan axtarıq, Rabiye'yi tapa bilmirik. Rabiye şeydir, Mərişlə Əsnad zarifatlaşdılar. Rabiye paltar tapa bilmirdi deyə lap doldu, ağlamaq tutdu onu. Nə qəşəngdir bu şalvar. Mən neynədim? Mən bugün yenə uşaq ola bilmədim və böyük qızıma tam görün necə gözəl kombin düzə. Hə, geyin gəl. Çox gözəldir. Çox qəşəng görsərsən. Sənin üçün bir dənə də köynək gətirirəm. Ona da bax. Sən kim lağ eləyirdisə ona sənin köynəyi daşıtdırmışam. Gətir, ver. Get geyin baxaq əynində. Arkadaşlar bir dənə yorumluyum bax. Bu ağ kropla bu şalvar daha yaxşı gedir. Get geyin gəl, yoxsa bu qara köynəklə. Get geyin gəl yorumlasınlar. Üstündən geyinmə. Açılış üçün geyim. Tapdım bir şey geyim. Bax. Açılış üçün uşaqlara geyim seçirəm. Özümə də bir dənə geyim düzəltdim. İndi 3 seçimimə də baxın. Bu Rabiş idi. Üstündən geyinir elə burdaca. Baxın. Sal içinə. Tərsə geyinmədir. Ağla yaxşıdır. Sal içinə bir dənə. Rabiş üçün indi köynəyə qərar veririk. Elə bu rəngi yaxşıdır şalvarın. Baxım sənə, qaldır başını. Elə o kropla yaxşıdır, kropu götür. Rabiş ağlamağa dəydi. Bacı sənin üçün 2 dəqiqəyə kombinini düzəltdi. Getdin. Oh. Məryəm, sən də Gündə krop istəyirdim, krop. neçə gündə özdə krop istəyirdin. Get çıxart Məryəm. Sən də get geyimini göstər, gəl. Məryəm üçün də açılışa yeni bir geyim. Geyinim. Get geyin gəl. Şehriyar Bey, işinize başınız katışıp bizi saymıyorsunuz Şehriyar Bey. Hayır, daydım ben. Rabiş, sana böyle bir köynək də tapmışdım. Prosto bu kropla yaxşı oldu. Əslin bir dənə zamokun bağlayın. Hazır mısınız Əsnadın açılış paltarına? Tam. Fırlan. Oh. Bəyəndim paltarımı. Mən bugün uşaq olacaqdım. Niyə icazə vermədiniz? Pasoşkası da var da. Hə, pasoşkası da var. Mən bugün uşaq olacaqdım. Mən yenə uşaqları paltar alan yerdə tapdım özüm. Ay Şəhriyar, mən də uşaq olmaq istəyirəm. Uşaqlar bayramında deyilsən. İki versən qocalmışaq. Sən uşaqlar bayramında nə qədər şey... Uşaqlar siz də beləsiz, atalarınızı belə yorsunuz. Bura bax, bunu... İndicə indi və paltar alır, indi bir uyun hədiyyəsi istəyirsən. Ördək istəyir. Ördək istəyir. Özü ördəkdir. Bir dəqiqə oylama elədik. Evdə ördək istəyirsən? Yo, it, ördək, başka ne istiyorsun? Evdə ördək istəyirsən? Yox. Evdə ördək istəyirsən? Yok. Hamı yox dedi. Ördək, ördək ala bilmərik. Mişka nə deyir? Əsnadın açılış paltarı hazır. Rabişin açılışı bizi orada necə tapacağımızı bilirsiniz əynimizdəkilərlə. Mən də bu Məryəmin də açılış paltarı bu. Heç geyinmə. Gedək evdə də mənim açılış paltarıma baxarıq. Haydi. Evet arkadaşlar, şu an bir tek uşağa ödül almağa gəlib bütün səbəti dolduran Fərəcovlar ailəsinin səbətinə baxırsınız. Gedək evə göstərəcəm sizə, çox olay şeylər almışıq yəni. Evet arkadaşlar, çıxdıq Brent House-dan. Mənim çocuk olma işim yenə dediyim kimi yalan oldu. İndi gedirik evə. Biz aldı ne kadar cici. Yenə bunlara nə qədər cici işlər aldım. Özümə də aldım. Amma güya bunlar mənə alacaqdı, yenə tərsə döndü. Şəhriyar, yenə məni təklədilər orada. Heç biri də mənə Çox təklənəm mənə. Heç biri də mənə atalıq, analıq eləmədi.
eləmədi. Bir-birləri arasında qırışdılar. Əsnad tutdu qolumdan sıxa-sıxa məni apardı ora, apardı bura. В общем, uzun sözün qısası arkadaşlar, bu iş yaş. Mən istəsəm də artıq uşaq ola bilmirəm. Yiyəm yoxdur. Rabia da Əsnadla Məryəmdən küsüb dediyinə görə. Deməli, indi gedirik evə. Mən nə aldığımı sizə göstərəcəm. Uşaqlar üçün yeni basanoşkalar almışıq. Əsnata yadımızda almışdıq. Məryəmlə Rabişka almışdı. Onlara da yeni basanoşkalar almışıq. Şəhriyə də özünə yeni köynək götürüb. Sizinlə Xaçmazda görüşməyə onu demişəm aşkım. Hazırlanırıq. Bence hazırlaşma videosu da çekelim. Hazırlaşma videosu da çəkəcəyik. Evet arkadaşlar, gəldik evə. Qəşəng bir bazarlıq elədik. Şeydir, mən bunların başına oyun açıram. Deməli arkadaşlar, yolda gedirdik. Canım nə çəksə yaxşıdır. Canım bundan çəkdi, baxın. Biftek. Aha, çıxmayacaq indi ortalığa. Yox, bulamadım. Nəysə. Canım biftek çəkdi. Şəhriyara getmişəm, bütün aslarana axtatdırmışam, bizə biftek alır. Göstər görək sizə nə basanoşka almışıq. Bu kiminkidir? Mənimki. Mənimkidir. Sənkidir. Mənim basanoşkalarım arkadaşlar. Nasıl? Süper. Hamımız eyni aldı deyəsən. Rabişin basanoşkaları. Eyni razmer, eyni renk. Və Əsas da budur. bu da Mərişin basanoşkaları. Rabia ilə mən eyni basanoşka götürmüşdüm deyə Məryəm bir dənə qaça özünü. Abi sən Rabia ilə eyni basanoşka giyirəm, nə olub? Cəmaət bizə baxır. Hamımız eyni 37 razmer aldı. Mən 38 almışam. 40 nə Yox, idi? 240, 38 yəni. Atı 40 Bu ceyni. basanoşka, bu basanoşkalarımız. Ay çox qəşəng oldu. İndi sizə öz aldığımı göstərirəm. Özümə annemlə atam mənim üçün evdə geyməyə belə bir şötik aldı. Necə yadıma düşdü? Yadıma düşmədiyə qoymadınız uşaq olum. İmkan verdiniz ki. Bu ki mən uşağıma Bu aid. kimin yetimçəsidir? Gəlin. Məryəmin yetimçəsi. Bu kimin yetimçəsidir? Əsad yetimçəsinin. Ben Mən onu nə edirəm? Arkadaşlar YouTube'da oynamağa çox maraqlı oyun almışım. Aa, Stitch. Stitch, evet. Ay, Bunu benim növbəti videoda oynayacağıq. Açmaya içində şarlar var, tökülər. Mən Pinterest'te bir kombin görmüşəm arkadaşlar. Hə, baxın Şəhriyara bundan aldırdım. Bundan bişirəcəm bugün. Pinterest'te bir kombin görmüşük arkadaşlar. Baxın. Bu kombindən eləyəcəm. Bunun üçün özümə paltar almışam. Sadəcə yubqam leopar deyil, başqa desendir. Və eynən o desenə uyğun da ayaqqabım var. Bakın arkadaşlar. O etekdən almışam. Amma başqa bir desen. Pinterest kombini eləmək üçün. Kombin. Və bir dənə də belə qara köynək almışam. Onunla bir yerdə kombinləyəcəm. Çanta, ayaqqabı açqım varımdır. Всё. Əskul şeyə beləcə mayka aldım. Uşaqlara da öz razmerlərinə uyğun mayka aldım. Bitti. Burada qalan şeylər Rabişindir. Evet. İndi mən gedirəm uşaqlara yemək bişirməyə. Evet. Amma ondan öncə burada bizim Evet, məktublarımız onaylıyorum, mən onaylıyorum. Burada bizim məktublarımız qalıb arkadaşlar. Oxuyay. Məktublarımız Yeməkdə sonra oxuyaq. Her videomuzda bir tane okuyamazsın bunlardan. Amma gəl hamımızın yeməkdə sonra oxuyaq. İndi taqətimiz yoxdur. Amma videonu Acıq. indi paylaşırıq axı. Bizə hədiyyələri göndərən Rüqəyyanın məktubunu oxumaq istəyirəm. Rüqəyyan məktubu yarımçıq qalmasın bu videoda. Gəlin də yanıma. Deməli, Rüqəyya Ofeliya ailəsinə göndərib üstünə belə qəşəng stikerlər yapışdırıb. Ay Allah, ay Allah. Burada da Mən də hədiyyələr. padrıqam olan ütünü göndərib. Arkadaşlar, bizə stikerlər göndərib. Yine aslında bendim. Çox Rabi, sən orada qışqıranda bizim səsimiz gedir, qışqırma orada. Doğal taşlara oxşayan taş. Ananızın qolbağına oxşayır bu. Baxın. Annenizin qolbağına oxşayır. Ay, bu çox qəşəngdir, bu çox dəyərli olacaq. Hə. Get taxəsi. Əsnad qoymayacaq ons bizə nəsə qalsın. İnansız bütün həqiqələr Əsədlə Məryəmdədir. Böyle öpücüklərlə məktub yazmış. Salam Ofeliya ailəsi, necəsiz? Yaxşıyıq Rüqəyya, sən necəsən? Lənkəranda görüş edə bilərsiniz, edəcəyik.
Mən istərdim ki, sizi yenə də görüm. Bizi görüb daha öncə. Ölənədək sizi unutmayacağım. Allah gecindən versin, Allah eləməsin. Biz də səni təbii ki. Və uşaqları mənim yerimə öp. Sən də əlvi ver. Yox. Gəl onu da Bataqdır. öpüm. Gəl öpüm. Oh, Rabiyə də məni öpdü. Və adımı yenə də deyə bilərsiniz, Səfərli Rüqəyyə. Çox sağ ol bu gözəl məktuba görə. Ay, bunun da öpücükləri var. Evet, bunun da öpücükləri var. Hara getdi o məktub kloku? Baxaq görək Rüqəyyənin... Mən maraqlıdır. Nə maraqlıdır? Şu, Rüqəyyənin başqa məktubu mən bildiyim qədərlə yoxdur. Rüqəyyəni istəmədim bu videoda yarımçıq qoyaq. Əgər qalsa Rüqəyyə başqa məktubun, onu da başqa videoda mütləq oxuyacaq, narahat olma. Bu məktubları oxuduğumuz özəl bir video eləmək istəyirəm. Ona görə geriyə qalanlarını saxlayıram. Rüqəyyə və burada bizə məktub verən bütün izləyicilərimizə də çox təşəkkür edirəm. Mütləq hamısına tək-tək baxacaq. Hədiyyələrə görə də, bu gözəl məktublara görə də çox Çox sağ olun. İyunun 1-i Xaçmazda Brent House-un açılışında, səhər Brent House-un açılışında sizi gözləyəcəyik. Saatı və adresi dəqiqliyi ilə post bölməsində yazacağım. İndi isə alışverişimiz, mənim çakma uşaqlığım buraya kadar. İndi gedim çocuklarıma yemək pişirim. Anlasan da bəs nə? Evet, çocuk değilim ben, anneyim, bunu kabullenmem lazım. Neyse, videonu beğendiyse Kanala abone olup like atıp yorum yazmayı unutmayın. Maçı Gucci sizi sevirik.